Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Roşka ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Raman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokerin cinayət işi ilə bağlı ittihamda adı keçən şahidlərin məhkəmədə sərbəst ifadələri yekunlaşıb. Məhkəmənin növbəti prosesində sənədlərin tədqiqi mərhələsinə start verilməsi gözlənilir. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, Roşka ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.